Tamam Örmüş. Bugünkü mövzumuz e, Qədim Roma dövlətidir. Amma dərsimiz bu dəfə sizinlə sual-cavab əsasında qurulacaqdır. Adətən izahlar da verirdik, müəyyən yerlərdə izahlara da ehtiyac olacaq. Amma daha çox bugünkü mövzumuz çalışıram sual-cavab bir görək Roma mövzusunda biliklərimiz nə qədərdir, nə də zəif yerlərimiz var, nələri yaxşı bilirik. Onları bir araşdıraq bugünkü mövzumuzda. Könüllü olaraq kimsə istəyərmi ki, ondan bir başlayaq, sonra növbəli şəkildə hər birimizdən sual-cavab edək. Çünki mən ümumi sual-cavab edəndə hərə bir tərəfdən deyir, elə aləm dəyər bir-birinə. Kim istəyirsə bir nəfər ondan bir Roma mövzusunu sual-cavab başlayaq. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Mən sual-cavaba hazıram müəllim. Adınız necə oldu müəllimə? Sərəncam. Kim? Sərəncam. Sərəncam müəllimə. Bəli. Lap yaxşı. Müəllimə, başlayaq Roma mövzusundan. Zəhmət olmasa deyərdi, Roma hansı yarımadada yerləşirdi? Apennin yarımadasında. Apennin yarımadasında, düzdür. Romanın ən böyük qul bazarı hansı olubdu, hansı adada yerləşirdi? Delos adasında. Doğrudur, Delos adasında. Romanın ən qədim sakinləri özlərini necə adlandırırdı? Patrisilər. Doğru. Romaya sonradan köçüb gələnləri necə adlandırırdılar? Plebeylər. Plebeylər adlandırılırdı. Roma tarixi neçə dövrə bölünür müəllimə? 3 dövrə bölünür. Hansılar idi? Padşahlıq, respublika, imperiya. Doğrudur. İllərini də deyim. Buyurun zəhmət olsun. Padşahlıq dövrü Roma şəhərinin əsası qoyulmasından, yəni eramızdan əvvəl 753-cü ildən 509-cu ilə qədər eramızdan əvvəl. Respublika dövrü 509-dan 27-ci ilə qədər, imperiyada 27-dən 390 bizim eranın 395-ci ilinə qədər. Doğrudur. Püşk atılmışdır ifadəsi Romada kimə aiddir? Yuli Sezara. Düzdür. Sezar neçənci ildə Romada hakimiyyət ələ keçirir? Eramızdan əvvəl 49-da. Doğrudur. Senat, Ağsaqqallar Şurasına Romada Senat deyilirdi. Senat padşahlıq, respublika və imperiya hansında fəaliyyət göstəribdi? Üçündə də fəaliyyət göstəribdi, amma imperiya dövründə şərti də belə adı var idi, da belə deyək. Düzdür. İmperiya dövründə formal xarakter daşıyırdı. Bəli. Hansı dövrdə bəs səlahiyyətləri zəif idi? Elə yenə də imperiya dövründə də mənim. O da düz gəlir, yəni padşahlıq dövründə də səlahiyyətlər zəif idi. Çünki padşahlıq dövründə ən çox bəli respublikada güclənmişdi. Bəli. Deməli, Senat hər üçündə oxşar cəhətdə padşahlıq, respublika, imperiya üçündə də Senat fəaliyyət göstərir, yəni Ağsaqqallar Şurası. Respublika dövründə yalnız bir şey görür. Padşahlıq dövründə yalnız bir iş görürdü Senat. Nə idi o funksiya? Bir nəfəri patrislər arasından ömürlük padşah seçirdilər. Düz, bəli. Bir nəfəri patrislər arasından ömürlük padşah seçirdi. Daha sonra ölkəni artıq padşah idarə edirdi. Elə Senatın səlahiyyəti az olurdu. Respublikada genişdi səlahiyyət, sözsüz və imperiya dövründə isə ümumiyyətlə formal xarakter daşıyırdı. Romada vətəndaş müharibəsi ilk dəfə biz tarixdə burada rast gəlir. Vətəndaş müharibəsi hansı hadisəyə deyilir? Vətəndaş müharibəsi, yəni Romada iki qrup arasında da eyni dövlətin vətəndaşları arasında. Kimlə kim arasındakı müharibə? Bəli. Sezarla Pompey arasında gedir. Doğru. Pompey ilə Sezar arasında. Octavianla Antoni arasında da. Bəli, o da növbəti. İlk amma Sezar və Pompey arasında gedən müharibə vətəndaş müharibəsi adlanır. Romanın sonuncu işğalçı müharibələr aparmış imperatoru kim olmuşdu? Trayanın dövründə, eramızın ikinci. Düzdür. Mark Trayanın dövründə işğalçı müharibələr aparılmışdı. Yaxşı, Spartakın başçılığı ilə Üsyanı neçənci ildə başlayıb? 74-71-ci illəri əhatə edir. Spartak hansı qul məktəb, qladiator məktəbindən qaçmışdı? Kapuya qul məktəbi. Bəli, Kapuya şəhərindəki qladiator məktəbindən. Qraq qardaşlarının islahatlarında Tiberi Qraq neçənci ildə tribun seçilir və islahatlar keçirir? Eramızdan əvvəl 133-cü ildə seçildi. Doğrudur, eramızdan əvvəl 133-cü ildə. Romada ilk dəfə diktator titulunu kimə qəbul edibdi? Sezar qəbul edib, Senat Sezara. Sezar.
Roma ilə hansı dövlət arasında gedən müharibə Pun müharibələri adlanır? Karfagenlə olan Karfagen. müharibə. Doğrudur, Karfagenlə gedən müharibə bu cür adlanır. Neçənci illəri əhatə edir Pun müharibələri? 264-146 eramızdan. Düzdür, 264-146-cı illəri əhatə eləyir deməli bu hadisə. Romada qulları necə adlandırırdılar? Romada Yox. danışan əmək alətləri. Doğrudur, Romada qulları danışan əmək alətləri adlandırırlar. Və deyilir ki, dünyanın heç bir ölkəsində Romadakı qədər qul yox idi. Bu ifadə deməli dərslikdə əksini tapır. Yaxşı. 12 lövhə qanunları deyilən bir qanun Romada nə zaman qəbul edilib? 5-ci Beşinci əsrin əsr. əvvəllərində eramızdan 5-ci əsrin ortalarında. Hansı dövrdə Ortalarında. düşür? Yəni Respublika padşahlıq dövrünə, Respublika dövrünə düşmüşdü 12 lövhə qanunları. Roma hüququ bu gün də qismən dəyişikliklə elə Azərbaycan daxil olmaqla dünyada işlədilir. Bəli, o hələ Roma də hüququnun işlədir. 3 əsas prinsipini deyə bilərsinizmi? Tam əzbər bilmirəm, amma mahiyyəti bu idi ki, yəni bir nəfərin günahı sübut olunmamış, onu yəni günahkar hesab etmək olmaz. Sonra məhkəmə sübutları əsasən iş qərar qəbul etməlidir. Bir də hər kəsin özünə belə deyək də müdafiə etmək hüququ var. Düzdür. Demək olar ki, elə düz dedinizdə. Əksi sübut yetirilməyənə qədər insanlar günahsız sayılır. Hakimlər qərar verməzdən əvvəl mütləq sübutlar əsaslanmalıdır və hər bir şəxsin hakim qarşısında özünü müdafiə etmək hüququ var idi. Romada konsul vəzifəsi nə zaman yaranır? Respublika dövründə. Konsul, bəli, Respublika Doğru. dövründə. Respublika yarananda elə artıq konsul. Bəli, Yəni belə deyək də, konsul. Romada 509-cu ildə yaradan əvvəl Respublika yaranır. Demək olar ki, elə həmin tarixlə də konsul vəzifəsi yaranır. Konsullar müəllimə harada seçilirdi? O da müəllim senatda seçilirdi. Yox. Xalq yığıncağında. Ad yığıncağında. Bax, Roma mövzusunun ən düyün nöqtəsi buradır. Diqqətli olmalıyıq ki, Romada xalq yığıncağı hər il 2 konsul seçirdi Romanı idarə etmək üçün. Bəs xalq tribunları harada seçilirdi? O da xalq yığıncağında. Bəli, bu da xalq yığıncağından gəlir. Xalq tribunu, xalq yığıncağı buradan xalq sözündən bilmək olur və deməli, xalq yığıncağının səlahiyyətləri bunlardır. Xalq tribunlarını seçir, hər il 2 konsul seçir. Bir də senatın hazırladığı qərarları müzakirə edərək səsə qoyurdular, səs verilirdi bu məsələyə. Romada Respublika dövründə müharibə sülh məsələlərinə, daxili və xarici siyasətə kim baxırdı? Senat. Düzdür, Senat tərəfindən baxılırdı. Müəllimənin suallarına girməyək, çünki bir-bir hamınızdan soruşacağam. Ona görə eyni vaxtda ki, cavab verilməsin. Yaxşı, Romada qoşun necə adlanırdı? Legion adlanırdı. Legion 4500 adlanır, nəfərdən ibarət piyada qoşun. Eramızdan əvvəl 1-ci minillikdə Apenin yarımadasının ən qədim sakinləri olan tayfalardan hansının adını deyə bilərsiniz? Etrusklar. Etrusklar. Plebeylər Romanın tam hüquqlu vətəndaşı nə vaxt seçilir? 3-cü əsrin ortalarında. Eramızdan əvvəl 3-cü əsrdə, deməli 3-cü əsrin ortalarında, doğrudur. Deməli patrisi plebey mübarizəsindən sonra. Bəli, 200 ilə yaxın davam elədi mübarizə, axırda qalib gəldilər. Düzdür. Bəs tam hüquqlu vətəndaş olursa, deməli avtomatik Romada bütün vəzifələri seçilmək hüququ olur. Bəs bu vəzifəyə görə əmək haqqı verilirdi-mi? Xeyr, verilmirdi. Verilmirdi. Yunanıstanda Periklin dövründən verilməyə başladı. Doğru. Amma burada yox idi. Yoxsullara vəzifə deməli, pulu fərqli cəhət o oldu ki, Yunanıstanda Periklin strategiliyi dövründə yoxsul vətəndaşlar vəzifə tutmaq hüququ əldə eləyir. Amma orada əmək haqqı verilirdi, amma Romada əmək haqqı verilmirdi. Buna görə də yoxsulların vəzifə tutmaq hüququ, vəzifə tutmaq istəyi yox idi. Onlar deməli istəmirdilər. Romada ən ağır cinayət nə sayılırdı? Xalq tribununu qətlə yetirmək. Düzdür, xalq tribununu qətlə yetirmək Romada ən ağır deməli cinayət hesab olunurdu. Yaxşı. Neçənci ildə Roma Yunanistanı işğal etdi? 146. Bəli, 146. Eramızdan əvvəl 146-cı idi. Yəni Karfagenlə müharibəni bitirəndən sonra artıq Yunanistan Makedoniya üzərinə getdi. Düzdür. Müəllimə, axırıncı sual sizə verim. Deyirsiniz ki, mənə hansı hadisədən sonra Roma Aralıq dənizinin qərb sahilində ağalıq etməyə başladı? Karfagen üzərində qələbə qazanandan sonra.
Bəs hansı hadisədən sonra Aralıq dənizinin şərq sahilində ağalıq etməyə başladı? Elə Yunanistan, Makedoniya, sonra Kiçik Asiyanın bir hissəsini Bəli, tutdu. bəli. Ümumi bəs deyilsə ki, belə ümumiyyətlə Aralıq dənizi hövzəsində güclü dövlətlər, hegemon dövlətə çevrildi. Eramızdan əvvəl 2-ci əsrin ortalarında. Bəli, elə yenə Yunanistan, Makedoniya Bəli. işğalından sonra. Bəs Yunanistan nə vaxt Aralıq dənizdə hegemon dövlətə çevrilmişdi? O Əhəmənilərlə müharibədə qalib gələndən sonra 5-ci əsr. Düzdür. Yunan-İran və ya Yunan-Əhəməni müharibəsində qalib gəldikdən sonra. Romada, sonuncu sualımız, Romada isti və soyuq hovuzları olan hamamlar necə adlanırdı? Yerim. Term adlanırdı. Term Oktavian adlanırdı. Avqustun qərarı ilə tikilmişdi. Bəli, deməli isti və soyuq hovuzları olan termlər deməli Romada bu cür adlandırırdı. Müəllimə çox sağ olun, yaxşıdır. Sağ olun, mənim sizə. Mövzuya hakimsiniz. Təşəkkür Növbəti edirəm. kiminlə Sağ olun. davam edirik? Mənə verə bilərsiniz. Müəllim zəhmət olmasa adınızı deyin, müraciət eləyəndə. Cavid müəllim, sonda 3500. Cavid müəllim. Bəli. Cavid müəllim, de görək bizə Spartakın üsyanı neçənci ildə yatırıldı və kimlər tərəfindən? Narahat olun. Eramızda Digər müəllimlər 71-ci zəhmət olmasa ildə, səsi bağlayın. Aha, buyurun. eramızdan əvvəl 74-71-ci ildə baş verdi Spartak üsyanı. 71-ci ildə yatırıldı, deməli Krasın qoşunu tərəfindən. Bəs Krasa köməyə kim gəlmişdi? Pompey Düzdür. Pompeyin də gəlməsi ilə Kras Pompey tərəfindən Spartak üsyanı Romada nəyə ağır zərbə vurdu? Spartak üsyanı əsasən konkret cavab verəmədim buna. Yəni bir balaca, yəni hansı dövrdə baş verib və hansı dövrün sonlarıdır? Deməli bu Respublika dövründə idi. Bəli. Respublika Spartak üsyanı əslində Respublikanın dayaqlarını vurdu, dağıtdı. Yəni Respublika quruluşuna ağır zərbə vurdu. Elə bundan sonra artıq sərkərdələrin nüfuzu artır və hiss olunurdu ki, kimsə hakimiyyəti ələ keçirdəcək. Yəni Romada bir nəfər fərqlənəcəkdir. Elə sonra bu Sezarla diktatorluq dövrü başlayır, daha sonra da imperiya dövrünə addımlayırıq. Yaxşı, Romada Cavab müəllim, bir dənə imperatorun 40 metrlik o sütun üzərindən həm heykəli var, həm də onun üzərində onun yürüşləri filanları. Rayan. Mark Trayan da Bəli. çayın sahilində yerləşdirmişdi. Düzdür. Mark Trayan. Deməli Mark Trayan. Mark Trayanın sonuncu bayaq dedik ki, işğalçı yürüşlər bunun dövründədir. Onun vaxtında işğal edilmiş ərazilər hansıları idi? Mark Trayan əslən Kiçik Asiyada ərazilərində işğal aparmışdı əslən. Kiçik Asiyada Kilikiyanı. Bəli, Sonra? Kilikiya idi, Suriya idi. Ərəbistan yarımadası desək yaxşı. Bir də Mesopotamiya. Mesopotamiya. Bəli. Mesopotamiya, Kiçik Asiyada Kilikiya, Ərəbistan yarımadası və bir də əsas rəqibi olan hansı dövlət? Parfiyanı məğlub edib, onun paytaxtı hansı şəhər ələ keçirdi? Parfiyan deməli Müəllimə zəhmət olsun, daxil eləməyin, hamınızdan bir soruşacağam. Bəli, paytaxt Tesfon şəhərini ələ keçirdi. Bəs niyə, belə deyək, Trayan Parfiyanın fəthini başa çatdıra bilir, yoxsa yox? Xeyr, başa çatdıra bilmir. Başa çatdıra bilmir. Səbəb? Məncə Romada baş vermiş üsyanlarla bağlı idi. Mərkəzi Romada. Romada deməyək, işğal olunmuş ərazilərdə baş verən üsyanlar belə yazılır. İşğal edilmiş ərazilərdə baş verən üsyanlar Trayanı geri çəkilməyə məcbur edir və bu Parfiyanın fəthini başa çatdırmağa imkan verir. Romada qulun öldürülməsi nə zaman qadağan olunur? Adrianın dövrü. 2-ci əsrdə, eramızın 2-ci əsrdə Adrianın dövründə. Bəli, eramızın 2-ci əsrində Adrianın dövründə deməli Romada qulların öldürülməsi qadağan olunur. Neçənci ildə Romada xristianlıq yaranır? İldə yox. Nə zaman yaranır? Neçənci ildə xristianlıq rəsmi din elan olunur? Konstantin dövrünə aid 313-cü ildə deməli xristianlıq yaranmışdı. Birinci əsr. Konstantin dövründə. Birinci əsrdə yaranmışdı, məlum məsələ xristianlıq. Lakin Romada Konstantin dövründə 313-cü ildə ibadət edilməyə başlandı. Birinci əsrdə yaranıb, 313-cü ildə isə Konstantinin əmri ilə Romanın rəsmi dininə çevrilmişdi. Xristianlıq Romanın hansı hissəsində yaranıb? Xristianlıq
Bəli. Düzdür. Müəllimə Fəlsəfə nə qədər yapmışlar. deyirəsəz, deməli müdaxilə eləyir. Elmi yox da, elmi yox. Xristianlıq Roman, o Mən zaman gecikdiyim Fələstin üçün müəllim. Romaya da. Necə? Bəli, mən. Müəllim kömək istəmir. Mən gedişirəm, ona görə müəllim kömək eləyir. Kömək eləyir. Tamam. Deməli Romada xristianlıq o zaman Fələstin Romanın tərkibində idi və Fələstində meydana gəlmişdi. Cavid müəllim, Romada quldarlığa nələrin yaranması quldarlığa ağır zərbə vurdu? Daxmalı qullar kolonlarla bağlı ola bilərdi. Düzdür, bəli. Daxmalı qullar və Artıq kolonlar. qulun əməyi marağı yoxdur. Ona görə dövlət deyir ki, daxmalı qullar, yəni qula daxma tikmək və kolonlar, yəni ki, icmaat kəndə yanında, kəndə kolonlar yanında. Daxmalı qulla kolonun fərqləndirən cəhət hansı idi? Daxmalı qul azad deyildi. Yəni yenə ki, öz qul üzərində. Lakin azad, kolonlar isə azad. Bəli, kolonlar azaddır, daxmalı qul azad deyil, doğrudur, asılıdır və daxmalı kolonlar icarədarlar idi. Deməli, quldarlardan torpaqları götürürdü. Amma oxşar cəhətləri? Oxşar cəhətləri hər ikisi yəni torpaq alıb becərirdi nizdə sahibindən. Bəli, hər ikisi əldə etdiyi məhsulun bir hissəsini özünə götürə bilirdi. Bu isə onların oxşar cəhəti olmuşdu. Yaxşı. Yeni bir cümləmiz var əlavə olunan ki, eramızın 2-ci əsrində Roma imperiyasının ərazisi haradan hara qədər ərazini əhatə eləyirdi? Atlantik okeandan Mesopotamiyaya qədər, ərazisinə qədər, yəni Britaniyaya qədər uzanırdı. Nil çayından Britaniyaya Bir də qədər Nil uzanırdı. çayından da Britaniyaya qədər geniş ərazini əhatə edir. Düzdür. Romada dedik qullar necə adlanır müəllim? Danışan əmək alətlərdən. Düzdür. Yunanıstanda necə adlanırdı? İnsan ayaqları. İnsan ayaqlılar da Yunanistandadır. Canlı ölülər harda deyilirdi? Misir. Misirdə. Pilotlar harda deyilirdi? Sparta. Spartada. Bəs Hindistanda nə deyilirdi? Yad düşmən. Bəli. Hindistanda isə buna yad düşmən deyilirdi. Tiberi Qrafın islahatı haqqında nə deyə bilərik? Torpaq islahatı, aqrar islahatı haqqında. Yəni Tiberi Qraf eramızdan əvvəl 133-cü ildə Tiberi Qrafın başçılığı ilə, yəni ki, torpaq islahatı vardı. Yəni kəndlərə 250 hektara qədər torpaq payı paylana bilərdi. Yəni, yox, bu düzgün olmadı. Kəndliyə 250 hektar torpaq verilsə kəndli kefti olardı ki. 250 hektardan artıq torpağı olan varlılardan alınaraq verilirdi kəndlilərə. Kəndlər yoxsullar edildi. Və kəndliyə nə qadağan olunurdu? Yəni, həmin torpağı sata bilməzdi, verilən torpağı sata bilməzdi. Kəndli həmin torpağı sata bilməzdi. Bəs nə də günahlandırıb öldürdülər Tiberini? Onu imperator olmaqla günahlandırdılar. Padşah olmaqla. Onu öldürüb hansı çaya atırlar? Roma hansı şəhər? Romadan hansı? Tiber çayına. Tiber çayına atırlar. Qardaşı kimi idi davam etdirir daha sonra? Qay Qraxda 123-cü ildə Qay Qraxın başçılığı ilə deməli. Qrax da qardaşı kimi torpaqların paylanmasını davam etdirir, amma bir əlavə fərqli cümlə vardır. Yəni ki, əhali ki, nizələr məhsul satırdı, ucuz qiymətə məhsullarını satırdı. Dövlət anbarlarından kəndlilərə ucuz qiymətə taxıl satılırdı onun vaxtında. Və bunu da öldürürlər. Hər iki qardaş öldürüldükdən sonra Senat hansı qərarı verir? Yəni o kəndlərə verilmiş torpaq paylanması dayandırılır. Bir də satılmasına icazə verilən qanuni qərar. Satılmasına icazə verilir, doğrudur. Roma işğal edilmiş əraziləri kimlər vasitəsilə idarə edirdi? Canişinlər var. Bəli, canişinlər vasitəsilə. Roma işğal etdiyi ərazilərdə hansı siyasət həyata keçirirdi? Parçalar hökmranlığı. Düzdür, parçalar hökmranlığı. Romalılar nə zaman bütün İtaliyanın işğalını başa çatdırdılar? 146 2-ci əsrdə. 3-cü əsrdə. Eramızdan əvvəl 3-cü əsrdə Roma bütün İtaliyanın işğalını başa çatdırır. Bu zaman İtaliyanın cənub hissəsi orada kimlər idi ki, onları da məğlub edir? Orada Etruskular kimlər idi müəllimə? Qallar deyildi mənim. Yox, Romanın cənub hissəsi, Apennin yarımadasının cənub hissəsində
Latin tayfalardan Yunanlılar da orada gəlib koloniya salmışdılar və onlar da məğlub edilir. Və biz bir dənə də burada pir qələbəsi deyilən bir ifadə var. Nə deməkdir bəli, əsasən? yox. Pir qələbəsi məğlubiyyətlə bərabər qələbə idi. Yəni ki, qoşulsuz Doğru. qalmışdı pir. Buna görə dedi ki, bir də belə bir yəni qalibiyyət döyüş aparsam, artıq qoşulsuz qalacaq. Ona pir qələbəsi adlandırılır. Aha. Bu pir kimdir ki? Hardakı bir dövlətin hökmdarıdır? Pir Efir padşahlığının biri idi. Harada yerləşirdi o Epir padşahlığı? Məncə bu elə bu yaxın şərq ərazisində siyasidir. Deyir ki, Roma Yunan şəhərləri ilə müharibə edərkən Balkan yarımadasında kiçik bir dövlətin şahı olan, yəni Balkan yarımadasında Epir padşahlığı deyilən bir yerin deməli başçısı olan Pir öz qoşunu ilə Yunanlara köməyə gəlir və bir neçə döyüşdə qalib gəlsə də, lakin itkiləri çox olduğu üçün deyir ki, belə bir qələbə bir də qazansam, mən qoşunsuz qalaram. Ona görə də tarixə bir qələbəsi, bu gün də siyasətdə işlənən bir ifadədir, məğlubiyyətə bərabər qələbə anlamını verir. Romada mərkəzi meydan, bazar meydanı necə adlanır Cavit müəllim? Forum. Agora Yunanistandadır. Yunanistan'da. Burada yəqin ki, bazar forum adlanır. Forum, bazar meydanı forum adlanırdı, deməli, Romada. Cavit müəllim, axırıncı sualımız Pun müharibələri neçənci illəri əhatə eləyir? 264-146-cı illəri. Nə üstündə başladı müharibə? Yəni Karfagen, Şimal Afrikanın şimalındakı ərazi. Yəni daha doğrusu Sicil və Sardiniya adalarla bağlı, adalarla bağlı idi. Tək Sicildə. Müharibə Siciliya adası üstündə başlandı. Amma müharibənin gedişində Siciliya ilə bərabər hansı adalarda işğal edilir? Korsika və Sardiniya. Sardiniya və Korsika adaları da işğal olunur. Təşəkkür edirəm Cavit müəllim, çox sağ olun. Növbəti müəllimə siz kim idi bizdən qoşulan bəy? Deyəsən elə eyni vaxtda Bəyatçı müəllim, Sənəcan müəllimə cavab verirdi. Mən müəllim, Sevda müəllimə, mən də qoşulmuşam müəllim. Buyurun Sevda müəllimə, axşamınız xeyir olsun. Sevda müəllimə, işləyirsiniz müəllim kimi yəqin ki, harda işləyirsiniz? Göyçaydan müəllimə. Göyçaydan, lap yaxşı. Sevda müəllimə, başlayaq sizlə, deməli, Romaya sonradan köçüb gələnlərə nə deyirdilər? Gələnlərin nəsillərinə nə deyilirdi? Plebeylə. Müəllimə xahiş edən etməsin. Bəli, zəhmət olmasa digər müəllimlər müdafiə hamıdan soruşulacaqdır. Siz ürəyinizdə sadəcə cavab verin, səsi bağlayaraq, sanki mənə cavab vermiş kimidir. Amma yalnız Sevda müəllimə. Bəs Sevda müəllimə, patrislər kimlərə deyilirdi? Patrislər Romanın qədim nəslindən olanlar idi. Yəni onlar fəxr edirdilər ki, Romanın əsasını onların ata-babaları qoyublar. Yəni Romanın varlı insanları patrislər adlanırdı. Düzdür. Bəs padşahlıq dövründə plebeylər nə etməli idilər padşahlıq dövründə? Plebeylərin borcu nədən ibarət idi? Yəni onlar ancaq orduda xidmət edirdilər, heç bir hüquqlara malik deyildilər. Torpaqları var idimi? Torpaqları yox idi müəllim. Elə torpaq uğrunda. Padşahlıq dövründə torpaq verilmirdi. Onlar patrisilərin torpaqlarını icarəyə götürərək o torpaqlarda işləyirdilər. Dünya tarixində ilk dəfə respublika hansı ölkədə qurulub? Respublika ilə müəllim Romada olmuşdu. Neçənci ildə? 509-cu ildən eradan deməli 27-yə qədər respublika. 27-yə qədər. Respublika nə deməkdir müəllimə? Ümumxalq işi, xalqın republik, ümumxalq işi, xalqın hakimiyyəti. Xalqın hakimiyyəti, ictimai işdə kimi də belə də deyilir, bu cür adlanır. Amma Romadakı respublika necə respublika sayılır? Azərbaycan respublikası. Çünki niyə müəllim? Çünki burada hakimiyyət bir neçə patrisi və plebey ilə ailələrin əlində cəmləşdiyi üçün, yəni onların hüquqları yox idi da, ona görə onlara Azərbaycan respublikası deyirdilər. Doğru. Aristokratik respublika kimi də işlənir bəzən, zadəgan respublikası kimi də işlənir. Müəllim, üzr istəyirəm. Olar Buyurun. Başlayın. Müəllim, Sevda müəllimə, Romada 12 lövhə qanunları nə vaxt qəbul olunub? Müəllim, Eradan və 5-ci əsr ortalarında. Romanın ilk yazılı qanunları. Bəli. Bəli, ilk yazılı qanunları. İndi deyirsiniz ki, Pun müharibəsi zamanı Roma hansı dövlətlə müharibə aparır? Karfagenlə aparmışdı. İndiki Tunis ərazisində. Karfagen harada yerləşirdi müəllim? İndiki müəllim Tunisdə, Şimali Afrikada Tunis ərazisində. Liviya. Düzdür, bəli. Eyni ilə Tunisin ərazisindən düşür Afrikanın şimalı. Karfagen şəhərini kimlər salmışdı?
Finikiyalılar salmışdı eradan və 2-ci minillikdə. Yəni Finikiyalılar təbii ki, koloniyalar salan ən güclü xalq olublar. Onlar salmışdı. Finikiyanın hansı şəhər tərəfindən? Tir şəhər tərəfindən müəllim. Doğrudur. Finikiyanın Tir şəhərdə. Qladiator döyüşləri ilk dəfə Romada nə zaman keçirilməyə başlayıb? Erdoğan müəllim 3-cü əsrlə bağlıdır bu. Çünki 3-cü əsr Romaya bu Pun müharibələri zamanı əsirlər gətirilmişdi müəllim. Öyle onunla da bağlı olaraq qladiator döyüşləri 3-cü əsrdən götürülür. Doğru. Qladiator döyüşlərinin keçirildiyi yer necə adlanır? Amfiteatrlar. Bəli. Romada ən məşhur amfiteatr hansı idi? Kolizey amfiteatrı. Düzdür. Qalib sərkərdənin şəhərə 4 ağ atılan o daxil olması, arabada daxil olması, o necə adlanır? Triumf adlanır müəllim. Bəli. Düzdür. Triumf adlanır. Yaxşı. Pun müharibəsinin başlanmasının səbəbi nə idi? Müəllim, elə bu Siciliya adası deməli 3-cü əsrin əvvəllərində Roma bütün İtaliyanın işğalını başa çatdırdı və cənuba gələndə Siciliya üstündə deməli yuxarıdan belə deyək də, yuxarıdan Roma dedi Siciliya mənimdir, aşağıdan Karfagen dedi Siciliya mənimdir. Yəni Siciliya üstündə onların savaşı başladı. Doğrudur. Spartakın üsyanı neçənci illərə əhatə eləyir? 74-71 eradan əvvəl. Düzdür. Müəllimə, qladiator kimlərə deyilirdi? Gladiator çeviç qullara, güclü qullara, seçilmiş qullara. Gladius qılınc demək. Bəli, Gladius da qılınc sözündən götürülübdür. Sezar konsulluğu bitdikdən sonra haraya canişin təyin edilmişdi? Qalliyaya canişin təyin edildi Bəli. müəllim. Düzdür. Və Qalliyada canişin olarkənsə Romada hakimiyyət ələ keçirmək fikrinə düşür və neçənci ildə Romada hakimiyyət ələ keçirir? 49-cu ildə müəllim püşk atılmışdır deyərək sərhəddi keçmiş və Romaya daxil olmuşdu 49-da. Doğrudur, Rubikon çayını keçirir və Romada hakimiyyət ələ keçirir. Bəs Pompey niyə yürüşün qarşısını ala bilmir? Çünki Sezar o qədər cəld hərəkət edir ki, Pompey qoşunlarını toplaya bilmir də. Düpbədüz, düpbədüz. Neçənci ildə kimin təşkil etdiyi qəsd nəticəsində Sezar öldürüldü? Brut tərəfindən öldürmüşdü. Yəni o Brut səndəmi ifadəsi də buradan yaranmışdı. Yəni dostuna xəyanətdə 44-cü ildə 23 xəncər yarası ilə. Düzdür, 23 xəncər deməli zərbəsi ilə senata çıxış zamanı deməli Sezarı öldürdülər. Brut Sezarın nə idi? Dostu, yaxın dostu olmuşdu. Bəli. Bəzən övladlığı kimi də hətta göstərilir. Yaxşı, beləliklə Sezarı qəsd eləyənlər hamısı birlikdə Brutun başçılıq etdiyi o dəstə özlərini necə adlandırırlar? Onlar özlərini bir dəqiqə müəllim. O bilmədim müəllim. Kim deyər bunu? Tərəfdarları. Respublikaçılar, bəli. Sezarı öldürənlər respublikaçıları idi. Onlar Sezarın Romada hakimiyyəti tək başına ələ keçirməsini deməli istəmirdilər. Respublika tərəfdarları idi və Sezara qarşı bu qəsdi təşkil etdilər. Aksi yaxınlığında döyüş neçənci ildə başlayır? Aksi döyüşü. 31. Bəli, Eradan və 31-ci ildə olmuşdu. Deməli, Kimlə kim arasında? Antoni ilə Oktavian arasında olmuşdu. Çünki onlar əvvəldən razılığa gəlmişdilər. Oktavian qərbi götürmüşdü özünə. Antoni isə şərqi Kleopatra ilə İskəndəriyyədə yaşayırdılar. Amma onların arasında rəqabət başladı. Hakimiyyətində vətəndaş savaşı başladı. 31-ci ildə Aksi döyüşündə deməli Oktavian qalib gəldi və 27-də də Romanı imperiya elan etmişdi. Düzdür. Beləliklə Oktavian Romanın ilk imperatoru adını aldı. Romada baş tanrı necə adlanırdı? Romada baş tanrı deməli adlanırdı müəllim. Bir dəqiqə Yupiter deyil idi müəllim. Düzdür, bəli, Yupiter adlanırdı. Romalılar nəyi ixtira ediblər? Beton müəllimə xahiş edən müdaxilə etməyin. Betonu ixtira etmişdilər. Betonu ixtira etmişlər, düzdür. Biz keçmişdik Yunanistanda bir dənə məşhur məbəd, bir də Romada bir məşhur məbəd olub. Onların adlarını deyə bilərik. Yunanistanda müəllim Parfenon məbədidir. Periklun dövründə tikilmişdi də. Yəni orada mühüm məsələlər həll edilirdi. Romada isə Panteon məbədi, fəxri məbəd, yəni bütün allahların məbədi. Bütün tanrıların məbədi adlanırdı. Doğrudur. Yaxşı. İndi deyirsiniz mənə ki, xristianlığın müqəddəs kitabı necə adlanır? İncildir də müəllim yəqin ki. Bəli, İncil adlanır xristianlıq. Xristian dini neçənci ildə Romada rəsmi din elan oldu? 313-cü ildə Milan fərmanı. Yox, Milan fərmanı müəllim bizdədir, Azərbaycanda. Yox. Düz Elə deyirsiniz. Elə oradadır. Sadəcə Bəli. son nəşrlərdə artıq bu ifadə biraz elə bir deyəsən gözümə dəymədi. Bir ara kitablarda Milan fərmanı 313-cü ildə elə Konstantinin qəbul etdiyidir. Belə. Roma şəhərini başqa necə adlandırdılar?
İkinci deməli qızıl şəhər, əbədi şəhər. Bəli, Yəni əbədi qızıl şəhər və yaxud sadəcə şəhər adlanırdı. Yunan və Romalıların yaratdığı mədəniyyət tarixdə necə adlanır? antik mədəniyyət, antikus Bəli. qədim deməli. Düzdür. Təbiət tarixi əsərinin müəllifi kim olub? Müəllim, o böyük Plinidir səhv eləmirəmsə, yoxsa Düz. kimdir? Hə, böyük Düzdür, Plini. Böyük Plinidir. Müəllimə, Böyük Plininin Azərbaycanla bağlı verdiyi hansısa bir məlumat verə bilərsinizmi? O müəllim elədir ki, Albaniya şəhərləri haqqında məlumat vermişdi, səhv eləmirəmsə. Qəbələ Şamaxından da demişdi. Elə Albaniyanın paytaxtının Qəbələ şəhəri olmasını Plininin əsərindən deməli biz ilk dəfə rast gəlirik. Yaxşı, bəs Romanın bir dənə tarixçisini keçirik biz məktəb kursunda, söhbət kimdən gedir? Müəllim Tit Lividir, Roma məşhur Doğru. tarixçisi olmuşdu. Bəli, Tit Livi, tarixi keçmişin təcrübəsi, əxlaq dərsləri baxımından deyir, görürdü tarixi öyrənməyi və tarixin atası kim idi müəllimə? Herodot 5-ci əsr eradan əvvəl Yunanistan tarixi. Mənim mövzumuzdan kənar olsa da prosto elə belə. Çin tarixinin atası kimə deyirdilər? Smatisyan. Bəli, Çin tarixinin Herodotu adlanırdı, Smatisyan. Azərbaycan tarixinin atası kimə deyə bilərik? Azərbaycan tarixinin atası. Müəllim Abbasqulu Abaçxanov. Bəli, bəli. Bəli. Abbasqulu Abaçxanov da Azərbaycan tarixinin. Vandallar neçənci ildə Roma şəhərinə hücum etdilər? Müəllim o 5-ci əsr 455-ci ildə səhv eləmirəmsə. 455 düzdür. Yəni əslində o ikinci dəfəki yürüşdür. Paytaxt neçənci ildə Vizantiyaya köçürülür? 330-cu ildə İmperator Konstantin köçürmüşdü. Bəs Roman şəhərin adı sonra dəyişdirilir, nə olur? Bəli, bəli. İstanbul 1453-cü ildə. Bəli, deməli Konstantinopol, Vizantiya adlanır ilk adı, sonra Konstantinopol adlandırılır. Daha sonra isə Osmanlının dövründən isə İstanbul kimi istifadə olunur deməli bu. Trayanın vaxtında hansı iki dəniz arasındakı ərazilər işğal edilir? Bəli, Qara dəniz və Adriatik dənizi deyirik müəllim. Düzdür. Qara və Adriatik dəniz arasındakı ərazilər Mark Trayanın dövründə işğal edilir. Müəllimə çox sağ olun, yaxşı idi sürətinizdə, cavablarınızda. Təşəkkür. Çox sağ olun müəllim. Sonra, buyurun. Başqa? Zirək olaq, ürəkli olaq, qorxmayaq. Özü də bilirsiniz maşallah. Biraz riskə gedək. Salam. Gülər müəllimə. Səs yaxşı gəlmir, yoxsa? Kim idi? Kimsə dedi axı elə bil. Hə. Nə oldu? İcra müəllimə, Fidan müəllimə, əgər öz adlarınızdırsa. Cavab vermək istəyən yoxdur deyəsən. Axşamınız xeyir müəllim. Olar mı? Axşamınız xeyir. Ülviyə müəllimə. Bəli. Başlayaq mı Ülviyə müəllimə? Bəli, buyurun. Ülviyə müəllimə, Romada imperiya dövrü neçənci illəri əhatə edir? İmperiya bizim eran 395-ci ilinə qədər. Eramızdan əvvəl 27 və bizim eranın 395-ci. Roma neçənci ildə Misri işğal edərək öz əyalətinə çevirir? Eramızdan əvvəl 30-cu ildə. Doğrudur. Bəs Roma neçənci ildə Yunanistanı işğal edir? Eramızdan əvvəl 146-cı ildə. Makedoniyanı neçənci ildə işğal Elə edir? həmin ildə, yəni 146-cı Düzdür. ildə. Bəs Karfageni neçənci ildə işğal edir? O da 146-cı ildə eramızdan əvvəl. Bəli, eramızdan əvvəl 146-cı ildə Karfagen, Makedoniya, Yunanistan hər üçü. Hansının işğalı ilə Roma Aralıq dənizinin şərq sahilində üstünlük qazanır? Şərq sahilində üstünlük, səhv eləmirəmsə Yunan Makedon işğalı ilə. Düzdür. Karfagenin işğalı ilə isə Aralıq dənizinin Qərb sahilində. qərb sahilində deməli üstünlük qazanılmışdır. Yaxşı. İndi deyirsiniz mənə
Respublika dövründə hər il nədir, 2 nə seçilirdi xalq Konsul yığıncaqları Roma? seçilirdi. Bir il müddətinə 2 konsul Düzdür. seçilirdi. Özü də 1 il müddətinə. Bəli. Yaxşı. Romada ən ağır cinayət nə hesab olunurdu? Tribununu öldürmək. Düzdür. Tribun vəzifəsi Romada nə zaman yaranıb? Tribun vəzifəsi eramızdan əvvəl 5-ci əsrdə plebeylərin hüquqlarını müdafiə etmək məqsədi ilə yaradılmışdı. Tribun hansı ifadəni işlətməsi bəs eləyirdi senatdakı iclas Veto zamanı? deməsi kifayət idi. Nə deməkdir veto? Qadağan edirəm. Düzdür. Qadağan edirəm demək. Deməli, eramızdan əvvəl 5-ci yüzilliyin əvvəlində patrisilər nədən qorxuya düşüb plebeylərə xalq tribunu seçmək hüququ verdilər? Ordunun zəifləməsindən ehtiyat etdikləri Düzdür. üçün. Çünki plebeylər orduda Xidmət xidmətdən edirdi. imtina, boyun qaçırmağa başladılar. Bunu görən patrislər baxdılar ordu çox zəifləyəcək və başlarını bunların anlatmaq üçün elə bir böyük bir hüquq deyil, sadəcə bir güzəştdir ki, və söz aranızdan bir nəfər seçsin, gəlsin, otursun deməli senatın iclasında və sizi müdafiə etsin və xalq tribunu və onu da öldürmək ən ağır cinayət hesab olunurdu. Yaxşı. Və 12 lövhə qanunları nə vaxt qəbul olunub? Eramızdan əvvəl 5-ci əsrdə. 5-ci əsrin ortalarında. 5-ci əsrin əvvəlində tribun vəzifəsi, 5-ci əsrin ortalarında 12 lövhə qanunları. Romada 4500 nəfərdən ibarət qoşun növü necə adlanırdı? Legion adlanırdı. Düzdür. Romada qula nə deyilirdi? Danışan əmək aləti. Ən böyük qul bazarı harada yerləşirdi? Delos arasında. Düzdür. Delosada. Məğlubiyyətə bərabər qələbə hansını hadisəyə deyirik biz? Pir qələbəsi. Bəli, pir qələbəsinə. Qladiator döyüşləri nə vaxt keçirilməyə başlayıb? Eramızdan əvvəl 3-cü əsrdə. Eramızdan əvvəl 3-cü əsrdə ilk dəfə qladiator döyüşləri keçirilməyə başlayır. Qulların öldürülməsinin qadağan edilməsi nə vaxtı? Bizim eramızın 2-ci əsri Adrianın dövrünə aiddir. Düzdür. Eramızın 2-ci əsrində Adrianın vaxtındadır. Adrianla Azərbaycan tarixinin bir bağlılığını deyə bilərsinizmi müəllimə? Bəli, o Albaniya dövlətinə, Alban və İber hökmdarlarına, Met hökmdarlarına pul göndərmişdi. Deyəsən Parfiya canişini Artabanla mübarizə aparmaq üçün. Düz deyirsiniz, amma bu Adriana aid deyil. Sizin dediyiniz imperator Tiberiya aiddir. Amma sadəcə hədiyyələr göndərib və Albaniya ilə dostluq münasibətləri yaratmışdı. Adrianın vaxtında bu hadisə baş verir. Respublika dövründə Romada maliyyə xəzinə işinə kim baxırdı? Senat. Bəli, maliyyə işlərini senat həyata keçirirdi Respublika dövründə. Xarici maliyyə. Deməli, oxtar cəhətimiz bayaq dedi, bəli, daxili xarici siyasətdə senatın əlində cəmləşmiş. Senat nə deməkdir ki, müəllimə? Sözün mənası. Yəni, senat sözü hansı sözün əvəz eləyir? Saqqallar şurası. Bəli, ağsaqqallar şurası. Bəli, senat yəni bildiyimiz ağsaqqallar şurası demək. Yox, mən sözün hərfi mənasını fikirləşdim ona görə. Hə, yox. Deməli, senatın üzvlərinə nə deyilirdi? Senat. Senatorlar. Romada Respublika neçənci ildə başladı? Eramızdan əvvəl 509-dan eramızdan əvvəl 27-yə qədər mövcud olub Respublika. Düzdür. Yaxşı. Sezarı neçənci ildə qəsdən öldürdülər? Eramızdan əvvəl 44-cü ildə. Eramızdan əvvəl 40. Tiberi Qrafın islahatları neçənci ildə aiddir? Eramızdan əvvəl 132, 123. 123, 133, 123. 133-123-cü illər deməli Romada deməli Qraf qardaşlarının islahatlarıdır. Yaxşı. Qladiator döyüşləri nə vaxt həyata keçirilməyə başladı? Eramızdan əvvəl 3-cü əsrdə. Eramızdan əvvəl 3-cü əsrdə. Pun müharibələri neçənci illəri əhatə eləyir? Eramızdan əvvəl 264, 146-cı illərdə. Trayanın işğal etdiyi ərazilər hansıları idi? Deməli, Kilikiya idi, Ərəbistan idi. Bir də Gəlmişdir. Kilikiya, Ərəbistan, Mesopotamiya. Mesopotamiya, Qara dənizlə Adriatik dəniz arasındakı torpaqlar və bir də Parfiyanın paytaxtı. Parfiyanı məğlub edib onun paytaxtı hansı şəhərə keçirir? Onu ələ keçirdi, amma işğal altına alınmış əhalinin belə deyək də ərazilərin üsyanı nəticəsində geri qayıtmağa məcbur oldu. Düzdür. Romada quldarlıq neçənci əsrlərdə tənəzzül etməyə başladı? Deməli, bizim eranın 2-ci əsrində. Demək olar, 2-ci, 3-cü əsrdə artıq Romada quldarlıq tənəzzül etməyə doğru gedirdi. Yaxşı. Romalılar nəyi ixtira etmişdilər? Müdaxilə eləməyək, müəllimə qoy desin özü.
Bəli, betonu Betonu, ixtira. deməli, betonun ixtirası Romada bəli tikililərə belə deyək də çox böyük təkan vermişdi. Yaxşı, xristianlığın müqəddəs kitabı necə adlanır? İncil. İncil adlanır. Xristianlıq 1-ci əsrdə Roma ərazisində, Fələstində meydana gəlmişdi. Doğrudur, Fələstində meydana gəlir. Bəs neçənci ildə rəsmi din olur? 313-cü ildə Konstantinin belə deyək də dövründə xristian dini rəsmi dövlət dini elan olunmuşdu. Elə həmin ildə Albaniyada da rəsmi dövlət dini elan olunmuşdu. Albaniyada kim elan etmişdi bu dini Urna rəsmi? Aydın dövrünə aiddir. Düzdür. Urna ayrın dövründə bizdə olmuşdu. Romada il hansı hadisədən hesablanır? 753. İli deyirsə Roma şəhərinin əsasının qoyulması ilə başlanırdı. Bəs il hansı aydan başlayır? Ay deyirsə iyul ayında Yuli Sezarın şərəfinə verilmiş. Yox. Yox. Mart. Romada il mart ayından hesablanır. Ona görə də məsəl üçün sentyabr neçənci ay deyirlər sentyabra? 7-ci ay deyir. 7-ci ay deyilir. Bəli, martdan sayanda sentyabr 7-ci, dekabr 10-cu. İyul ayı sadəcə Sezarın, Yuli Sezarın şərəfinə iyul. Bəs Oktavianın şərəfinə hansı aydır? Avqust ayı isə Oktavianın şərəfinə. Ülviyə müəllimə, Romada bir məşhur Eneida poeması var idi. Onun müəllifi kim idi? Vergil idi. Bəli. Kimin sifarişi ilə yazmışdı bu poemanı? Oktavian. Müəllimə dedim mən. Müəllimə dedi. Oktavianın şərəfinə deməli Eneida əsəri, sifarişi ilə Eneida əsərini yazmışdır. Roma poeziyasının qızıl dövrü nə vaxt əhatə eləyir? Eramızdan əvvəl 1-ci əsr, bizim Eranın 1-ci əsri. Doğru. Eradan əvvəl 1-ci və bizim Eran 1-ci əsrin başlanğıcı Roma poeziyasının qızıl dövrü adlanır. Vergildən başqa bir dənə də şair deyə bilərsinizmi Romada? Lukretsi idi deyəsən. Bəli, Lukretsin də burada şair kimi verib, amma əvvəlki nəşrlərdə Lukretsi bir maraqlı bir cümlə deyirdi. O kimin yadında qalıb? İki nəşrdə yoxdur. Yunanistandan yadınıza salaq. Məsələn, Yunanistanda biz keçdik. Dünyanın kiçik zərrəciklərdən, atomlardan ibarət olmasını kim demişdi? Demokrit. Demokrit. Keçmiş dərsliklərdə Lukretsi yazılırdı ki, bu da oxşardı ki, bu da dünyanın deməli zərrəciklərdən ibarət olması fikrini deməli Lukretsi bildirmişdi. Yaxşı, indi deyirsiniz ki, bizə Romanın təqvimini hansı şəhərin astronomları tərtib etmişdilər? Misir. Misir nə? Misirin hansı şəhəri? İskəndəriyyə. Düzdür, Misirdədir. Hansı şəhər? Bəli. Sezarın tapşırığı ilə İskəndəriyyə astronomları təqvim tərtib etmişdilər və bu təqvim müəyyən dəyişikliklər də indi də istifadə olunur. Yaxşı, Romalıların əlifbası hansı idi müəllimə? Latın əlifbası. Latın əlifbası idi və bu gün biz də həmin bu latın əlifbasından istifadə edirik. Romada qədəhlər, heyvan başlı qədəhlər, şərab filan içmək üçün o qədəhləri necə adlandırırdılar? Ritonlar adlandırırdılar. Düzdür, ritonlar adlanırdı. Romada qədəhləri bu cür adlandırırdılar. İsti soyuq hovuzu olan o hamamlara nə deyilirdi? Term adlandırırdılar. Düzdür, term adlanırdı həmin bu şeylər. Bir də Roma tikintisində nə şəkilli tikintilərə üstünlük verilirdi? Tağ şəkilli. Bəli, tağ şəkilli. Neçənci ildə Roma imperiyası iki hissəyə parçalandı? 395-ci ildə Qərbi və Şərqi Romaya parçalanmışdı. 395-ci ildə, düzdür. Attila nə zaman hücum eləyir? Deməli 451-ci il Katalanın döyüşüdür. 452 il Romanın belə deyək də özündən asılı vəziyyətə salma, xərac alma dövrüdür. Düzdür. Romalılar o kənardan hücum edənlərə nə adı vermişdilər onu? Barbarlar. Bəli, barbarlar. Əcnəbi, anlaşılmaz dildə danışan insanlar deməli. Belə deyirlər. Bəli, kobud danışdılar. Kobud və qəddar adam mənasında işlənir barbar sözü. Vandal deyilən bir tayfa da var idi German tayfalarından. O vandal ifadəsi də bu gün nə mənada işlənir? Deməli, dini yox, mədəniyyət abidələrinə qarşı dağıdıcı funksiya yerinə yetirən. Yəni onlar Roma şəhərini məhv etdikləri üçün belə adlanmışdı və bu termin Doğrudur. Kitabxanaları, filanları, mədəni abidələri, heykəlləri sındırır, dağıdırdılar və biz də bugün erməni vandalizmi də elə ermənilərə bu ifadəni işlədirik. Çünki eyni ilə ermənilər də bizim məscidlərimizi, nə bilim, ev muzeylərini, heykəlləri, filanları hamısını dağıdıb məhv etmişdilər.
Akti döyüşü nə vaxt baş verib bilmirəm mən. Eramızdan əvvəl 31-ci ildə 31-ci ildə. Düzdür. Romada vətəndaş müharibəsi hansı hadisəyə deyilir? deməli Yuli Sezarla Pompey arasında Antoni arasında baş verən o Düz deyirdiniz. Pompey. 49-cu Sezarla Pompey arasında başlanan müharibə vətəndaş müharibəsi adlanır. Oktavianla Antoninin ikisinin birlikdə respublikaçılara qarşı müharibəsi vətəndaş müharibəsi adlanır. Düzdür. Daha sonra da özləri öz aralarında müharibə aparırlar. Bəli. Və nəticədə Misir neçənci ildə işğal olunur, Roman əyalətinə çevrilir? Eradan əvvəl 30-cu ildə Roman əyalətinə çevrilir. Doğrudur. Çox sağ olun müəllimə, siz də yaxşı. Deyirəm. Sonra kim cavab vermək istəyir? Yoxdur cavab vermək istəyən. Fəal olaq, qoşulun görək. Mən burada adları görürəm, amma əksər vaxt o adlar belə deyək də, ola bilər ki, öz adı olmaz, ona görə istəmirəm buradan o cür səsləndirim. Çünki mənim öz adım da Gülər müəllimənin Zoom-undan qoşuluram. Yəni orada Gülər müəllimə yazılıb. Ona görə. Bəhram müəllim, kiminsə mən səsi çıxa gəlir. bilərəm. İndi burada çıxa bilərəm. Bəli. Sual-cavabda iştirak elədik. Sual-cavab, bugünkü mövzumuz sırf sual-cavabı idi. Bəli, yəni cavab verənlər iştirak edə Bəli, bilər. hörmətsizlik eləmək istəmirəm. Dedim, qoy sizdən soruşum. Növbəti indi dərs açan olacaq müəllim. Xəbər veriləcək hamısı sizə. Yaxşı, oldu müəllim. Gecəniz xeyrə qalsın. Buyurun. Xeyrə sağ olun. qarşı. Sağ olun, sağ olun. Qadın müəllimələrin işi çox olur da, onlar vaxt qızıldır, ev işləri, bu sertifikasiya çıxardanan nə deyək milləti vəziyyətə salır. Hə, kimdir? Neyə indi? Dayandıraq dərsi. Elə bu. Müəllim, salam, axşamınız xeyir. Axşamınız xeyir. Mən Bakı şəhərindən qatılıram. Lap yaxşı. Sertifikasiya üçün qatılıram dərslərə. Demək olar ki, Buyurun. yeni qatılmışam. Bilmək istəyərdim, bu dərslərin davamı olacaq, yoxsa biz başqa bir qrupla davam etdirəcəyik bunu? Biz başqa bu dərslərimiz qrupumuzda üzvlərin sayını artırmaq üçün sadəcə canlı dərslərdir. Məqsədimiz burada, yəni sizin burada qoşulan insanların məni tanıması, çünki indi tanımırsınız da, məsələn, sualların necə qoyulması, sürətimiz, nitqimiz, danışığımız bir müəllim kimi bəyənənlər sonra bizim qruplara qoşulur və biz dərsimizi aparırıq. Yəni, hal-hazırda bizdə elə bil ki, müəllimin təbliğatı aparılır. Müəllimin burada reklamı gedir. Bəyənənlər hissə artıq bizim qruplarımız formalaşır. Bax, bu dərslər sırf ona xidmət edir. Canlı dərslərimiz ki, siz, biz müəllimləri, məni kimi bizim kursun kollektivi dayanmadandır və ümumiyyətlə digər müəllimlər də, başqaları da canlılar açaraq, yəni özünü müəllimi tanımayandan sonra kim qoşular? Məsələn, mən hər hansı bir müəllimin adını eşidirəm, amma bir onun səsi nətərdir, sualı necə qurur, sürəti 8 saat uzadırmı, dərs qalır qıraqda, nə bilim, kiminsə qeybəti mi gedir, hansısa müəllimin dalıca mı danışır, yoxsa evdən, ailədən, məişətdən danışır, nağarır, yəni bu cür çox dinləmişik də biz. O cəhətdən ki, yəni məqsədimiz budur ki, tanıyasınız, biləsiz ki, hə, bu kişinin dərsinə mən qoşulmaq istəyirəm, ya məsəl üçün mən bu kişinin dərsinə, yəni bu bizim dərslərimiz deyil, dərsimiz ayrı, bu sadəcə reklam xarakterlidir. Dərsimiz başlayarkən ardıcıl dərslərimiz veriləcək, qısa izahlar, bu cür sual-cavablar, testlərimiz, test üzərində işlər, sırf özümün hazırladığım testlər, çaşdırıcı testlər, çətinlə işləyəcəyik ki, yüngüllər bizə rahat gəlsin. İnandırım, bəlkə də indi özümüzə əl qatıb bu dərəcədə güclü, indi məsələn elə testlər işləyəcək, yorucu, ağır, baş işlədici, belə sual-cavabda adam asan gəlir, deyirsən ki, bilirəm.
testdə elə test düzəldilir ki, bildiyin şeydə səni çaşdırır. Əzbər bildiyin, rahat bildiyin mövzudan səhv yazırsan, adamı yandırıb tökür. Çünki o cür testlərlə işləməyib, orada həyəcan da bir yandan vaxt itkitib. O yüzden heç nədən səhvə yol veririk. O cəhətdən, yəni işimiz budur ki, çətinlərlə, bəlkə də sabah sertifikasiyada, bəlkə də deyəndə girən müəllimlər, indiyəcə olan müəllimlərin hamısı 30 sualın ümumiyyətlə belə çox rahat formada yazıldığını bildirirlər də. Yəni 30 dənə sual elə belə də. Elə oxuyursan, fırladırsan, oxuyursan, fırladırsan. Yəni indi yerdə qalan 20 sualda bir balaca, yəni o da yəni o demək deyil, hamısı çətin. Yəni hardasa biraz dayanırsan sualın üstündə. Müəllim, bir də üzr istəyirəm. Səhv Buyurun. etmirəmsə Gülər müəllimənin yoldaşısınız da siz. Yox, Gülər müəllimənin yoldaşı Bəxtiyar müəllimdir. Mən Bahadur Üzr müəllim. istəyirəm. Müəllim, bir də Gülər müəllimənin biz dərsinə də qoşulmaq istəyirik müəllim olaraq. Onun hara müraciət edə bilərik biz? Bir zəhmət. Siz elə oradan gəlmişsiniz də bura. Mən hal-hazırda Gülər müəllimənin səhifəsindəyəm. Yəni Sizin oradan müraciət etmək olur da, yəni. bəli, mən Gülər Bizdə o müəllimənin qədərdir ki. şeydir, kursunun tarix müəllimiyəm. Müəllim, bizdə o qədər bu dəqiqə telefonda o qədər kurslar, qruplar var ki, inanın, da bilmir, özümüz də unutmuşuq ki, nə hansıdır. Yəni o dərəcədə. Hamısını Hə. qarışdırırıq artıq biz. O dərəcədədir Bizim bizdə. kurs Bakı Peşəkarlar Akademiyası adlanır. BPA Bildim. AXSA. Aha. Bəli, bəli. Və onun başçısı Gülər müəllimə və yoldaşı Bəxtiyar müəllimdir. Biz Bəxtiyar də bir ayrı, o həmin kursun komandasıyıq. Bütün fənlər üzrə MİQ və sertifikasiya imtahanlarına hazırlaşdırırıq öz komandamızla. Yəni burada bizim sizə paylaşılan nömrələr, mənim orada şəklimdə olan və yaxud indi sizə link atılır qrupa, onun hamısı sizə, yəni bizim kurs tərəfindən, bizim böyük bir kursda ordumuz var, görsənməyən qəhrəmanlarımız var, maliyyə işlərinə baxan, təşkilatçı, mərkəzimiz yerləşir Bakıda, Nərimanov şəhərində, Metroparkla üzbəüz. Kursumuzda həm də əyani dərslər keçirilir, abituriyent dərsləri keçirilir, ondan başqa bu cür onlayn dərslər keçirilir. Biz orada çəkilişlər edirik, ağıllı lövhə, elektron lövhə qarşısında mövzuların izahları orada çəkilir. Bizim qruplar formalaşandan sonra sizə çəkilmiş dərslər əvvəlcədən atılacaq. Daha mən sizin dərsdə vaxtınızı alıb hər hansı mövzunu 8 saat izah eləmirəm. Artıq sizə əvvəlcədən mövzu atılır, siz onu dinləyirsiniz, özünüz oxuyursunuz və dərs başlayır ancaq sorğu-sual formasında. Yəni bizim tarix fənnini bilirsiniz də, riyaziyyatda belədir ki, müəllimin izahı bəlkə də çox ehtiyac var. Tarix fənnində müəllimin izahı belə də, yəni bir dəfə dinlədin, yəni burada özün bir dəfə oxuyub və illəri yadda. Burada mən hər hansı bir çətinlikləri başa salırıq. Bilmirəm, indi əksər tarix müəllim, siz özünüz bilirsiniz də, yəni biz düstur yox, bir şey yox ki, ancaq bax bunu belə, bunu belə, bizdə belə deyil də. Sadəcə biraz əziyyət çəkib oxuyub və yaddaşda tez-tez işlədib, bax bu soru-suallar olsun ki, beynimizdən çıxmasın. Unutqanlıqlar olur, qaçışdırmalar olur. İndi bugün soruşuram, Roma dərsi əladır, qəşəng cavab verirsiniz, düzdürmü? İndi məsələn 3-4 dənə mövzu keçəndən sonra, məsələn indi mən soruşacağam ki, Romada strateq vəzifəsinin yaranması nə vaxtdır? Müəllimə də qəşəng cavab verəcəkdir ki, plan dövrdə, plan əsrdə, İrandan əvvəl 6-cı əsrdə Romada strateq vəzifəsi yaranmışdır. Düzdürmü sizdə? Müəllim, Romada strateq olmur, baxı Yunanıstanda olur. Yunanıstanda olur. Bax bu. Yəni indi biz bugün buradan ancaq Romanı keçirik, bu işimizi asanlaşdırır ki, cavab burada keçirilən hər şey Romaya aid. Amma testlərdə də sabahları strateji gətirir Romaya. Yunanıstanda qladiator döyüşlərinin təşkilinə başlanmışdı eramızdan əvvəl 3-cü əsrdə. Düzdür, səhvdir? Səhvdir. Qladiator, yəni əlinin papağı vəlinin başına qoyulur, vəlinin papağı əlinin. Biz də bəzən testlərdə o dərəcədə dərinliyə varmadan mexaniki, elementar səhvə yol verib, onu seçirik, yazır. Məsələn, qədim, düzgün olan variantları göstərin. 1-1 yazı, 1-2-4-5-6. Yunanıstanda qladiator döyüşləri eramızdan əvvəl 3-cü əsrdən keçirilməyə başlamışdı. Əhəmiyyət vermədinsə, getdi. Düz götürürsən ki, hə də eradan əvvəl 3-cü əsr qladiator döyüşləri. Amma Romada yox, Yunanıstanda yazılıb olmaz. Yəni bu cür şeylərdə. Məsələn, Afinada hər il
deməli, ölkəni idarə etmək üçün 2 konsul seçilirdi. Düzdür, səhvdir? Səhvdir. Aha, səhvdir. Səhvdir. Bu Konsul. Romaya aid bir termindir. Konsul vəzifə, tribun, konsul, patrisi, plebey, biz bilməliyik hansı ifadələr hansı dövlətə aiddir. Yunanistanın öz dərdi var. Aha. Müəllim, bir şey deyim. Hı. Bir də mən Yunanistan dərsinə qoşula bilmədim. Məndə Roma yox, problem yaranır Yunanistan dərsində. Yunanistanda biraz qarışdırmalar çox olur məndə. Yəni mən qoşula bilmədim sizin bununla Yunanistan dərsini keçməmişik, ona görə qoşula bilməmişik. keçməmisiniz, biz lap yaxşı. Deyil. Yəqin keçiləcək Bu də. şeyi deyən bala kimdir belə? Cəmaətin seçmə başında. Ay bala yaxşı da. Hə, Hə, bağladım müəllim, mən indi yəqin səhvini. ki Yunanistandan yəqin ki sual-cavab olar da yaxın zamanda. Yoxsa Biz elə bil ki, bax, bayaq dediyim kimi çalışırıq ki, sizdə dərsləri belə deyək də keçirik sistem ki, necə qurulur? Aha. Sistemi necə bizim sadəcə hal-hazırda Aha. reklamda ola bilsin ki, Aa, bir başa gündən, 2 düşdüm. gündən sonra sizdə mən Azərbaycan Xalq Cümhuriyyətinin daxili Aa, xarici başa siyasəti düşdüm. dərsini. Sınav Bir mövzu dərsləri kimi. seçilir, bəli, biz sadəcə Aha. elə bir müdavimi toplamaq üçün, özümüzü tanıtmaq üçün hal-hazırda Başa iş düşdüm. görürük. Aha. Hə, yəni amma qrup dərslərimiz hələ bizim başlamayıb. Kim ki ödəniş eləyib, qoşulubdursa, biz hələ onlarla başlamamışıq. Başa düşdüm sizi. Anladım. Onlarla ayrıca bax, məsələn, qoşulacaq 10 nəfər, öz işimizi başlayacaq, ibtidai icmadan üzrü bu tərəfə, tapbatara sürətli formada testlərlə, dərslə keçib gələcək. Qrupda nə qədər adam yəqin ki müəllimələr olur? Səhv etmirəmsə nə qədər 10 nəfər Yəni dedik. start vermək üçün ən azı 8 nəfərlə başlayırıq. Yuxarı ola bilər, amma aşağıya çalışırıq olmasın da ki, zəhmətə dəysin. Başa düşdüm sizi. Oldu müəllim, təşəkkür. Çox Buyurun. sağ olun. Sağ olun. Digər müəllimlərdən Məlumat sual-cavaba qoşulmaq istəyən varmı? Yoxdursa Müəllim, bir sağ şey olun. bilmək istəyirəm. Mən Hə? bir şey bilmək istəyirəm. Siz də hansı Buyurun. testlər istifadə edirsiniz? Siz hansı testlərdən istifadə edirsiniz? Yəni bu kursda. Bizim testimiz belədir də. DİM-in testi mütləqdir. O elə bir test yox, məcburiyyətdir də. Yəni məncə əksəriyyət müəllim də DİM testini onsuz işləyə bilir də. Çünki özünüz də indi işlədirsiniz, işləyirsiniz, yəni ən çox ortada olandır. Öncəliyimiz özümüzün hazırladığı testlərdir ki, çətinləşdirilmiş tipli testlər. Hər mövzuya aid maksimum 40, minimum, tutaq ki, bugünkü mövzumuz Romadırsa, Romaya aid bir tutaq ki, 20 test ən azı. Amma çətinləşmiş, daha patrisi kimdir, nəm ağsaqqallar şurasına nə deyilirdi, o DİM-in testlərindəki kimi o sadə suallar yox da, düşündürücü, çaşdırıcı hissələrdən suallar. Amma DİM-in testini, birinci belə deyək də, mənim sistemim belədir. DİM-lə işləyirik, birinci hissəni DİM və paralel olaraq mənim öz testlərim. İkinci mərhələdə bir də biz onsuz mövzulara bir də təkrar gedəcəyik. İkinci mərhələdə güvənin testi paralel işlətmək olar. Yəni test maksimum, əlimizə nə test oldu, onsuz WhatsApp qruplarımız olur. Orada tap-batara biz bilməyəsiniz ki, bu hardan gəldi. Tək-tək özümün ağlıma gələn, hardasa bəyəndiyim, oradan, buradan, indiyəcən qəbula düşmüş, nə bilim, model tipli test, nə oldu oradan. Yəni, bazarda olan ən keyfiyyətli testlərin hamısını, satışda olan bütün testlər mənim stolumun üstündədir. Baxıram, xoşuma gələn var, gəlməyən, bəsit olansa ortalığa çıxardıb toparlayıb onları işlədirik deməli. Amma fundamental bilik DİM-lə gedir də. Çünki DİM-də işlədikcə bütün suallar əhatə olunub deyə sanki dərsi təkrar edirsən. Yəni hər şeyə əhatə olunub. Bir söz deyim. Buyurun. Siz Time-ın testindən istifadə etmək, Time-ın sınaqlarını istifadə etmək uyğundur, yoxsa çətin qalır? Növbəti mərhələdə. Yəni mövzuları xeyli keçək gələk ki, sonra o Time-ın sınaqlarında birdən-birə başlamaq olmur, çünki oradakı suallar qabaqçı mövzuları da əhatə eləyir də. Bir mərhələyə gəlib çatandan sonra o sınaqları da işləyəcəyik.
Müəllim, Bir sınaqdakının testləri bir o qədər sadə qalmaz ki, yəni o daha çox abituriyent üçün nəzərdə tutulmuş testlərdir. Yenə deyirəm, sizin səviyyənizdən, yəni qrupun səviyyəsinə baxılır da. Bir görürsən ki, baxırsan ki, hə, burada bu testləri işlətmək lazımsızdır. Yəni siz burada mən belə başa düşdüm, hamı sertifikasiyaya hazırlaşır da, düzdürmü? bəli. MİQ varmı aramızda? Xeyr. Mən hələ hazırlaşmıram. Sadəcə mən keçən il MİQ imtahanında iştirak eləmişdim. Yəni mən ard-arda daha doğrusu qoşuluram. Yəni maraq üçün gedirəm və çox təəssüf ki 33-dən yuxarıda yaza bilmirəm və baxdığım səhvlər də nədir? Diqqətsiz səhvlər. Yəni bildiyim şeyləri səhv yazıram. Yəni məndə o problem biraz var, diqqətsiz səhvlər. Bildiyim şeylər, məsələn, keçən dəfə sizin testinizdə də elə bir şey alınmışdı. Bəli. Yəni ona Bax, elə görə oldu da. məsələn, mənim üçün sertifikasiyada iştirak eləmək, yəni onun üçün hazırlaşmağa belə fikirləşmirəm ki, dəyər. Doğru. Mən də ona görə deyirəm ki, yəni sertifikasiya üçün belə zülm edici belə deyək, iş görməyə biraz o dərəcədə dəymir. Sonra ilin sonunda deyəsiniz ki, müəllim bizi öldürdü. Amma yenə deyirəm, çətin testlərlə işləyəcəyik. Çətin testlərlə işləməliyik. Başa düşdüm. Düz deyirsiniz ki, asan gəlir sizə. İstəyərik, yəni o bizim qrupdan da, indi bu bizim qrupumuz deyil. Qrupumuz olarkən ödənişli qrupumuz. Orada məsləhətləşəcəyik. Anar İsayevin testi var, Güvənin testi var, Dimin testi var, Xəyalənin testi var. Nə bilim, Cahid nədir, İmamoğlu'nun testi var. Səs çoxluğu ilə kim hansı bəyənilirsə, o testlə daha çox işləyək də, yəni onu seçib işləyəcək. Müəllim, Sizin sınaq qruplarınız var, ancaq sınağa qoşulmaq üçün. Elə qruplarınız var, pullu sınaq qrupları. Yox, hal-hazırda hələ ona start verməmişik də, hələ ki işin başlanğıc hissəsindəyik. Hələ qrupların toplanması və start verilməsi növbəti mərhələlərdə yəqin ki olacaqdır, hələ qabaqda. Təşəkkür edirəm mən. Buyurun. müəllim, Mən bir baxıram şey daha deyəcəm. qoşulub sual-cavaba qoşulmaq istəyən yoxdur. O zaman sağollaşmağın vaxtı gəlib çatdı. Çox sağ olun hər biriniz iştirakınıza görə. Cavab verən müəllimlər çox gözəl reaksiyalar verdilər suallara. Vaxtında, sürətli, yaxşıdır. Yaxşıdır, müəllimsiniz hamınız. Mən sadəcə çox məsuliyyətli insanlar bu işə qoşulur ki, nədir bu sertifikasiya imtahanında o qədər savadsız müəllim var ki, inanın ki, özünü heç vecinə də deyil, amma çox savadlı insanlar da narahat. Həmişə savadlı insan biraz qorxaq olur, məsuliyyətli olur. Yəni, bilir ki, birdən adına pis olar, yaxşı bal toplamaq istəyir. Məsələn, bəlkə də ki, edib çox rahat formada 50-ni keçə bilər, 51, 52, 53 istəyir ki, 60 olsun, daha çox olsun. Niyə də istəməsin ki? Bir daha təşəkkür edirəm hər birinizə. Əgər yenə Sağ olun. deyirəm, mövzu ilə bağlı sual istəyən yoxsa birdən deyərlər ki, müəllim soruşmadı çıxdı. Yenə deyirəm, dəfələrlə təklif elədim sorğu-sual eləməyə, amma olanlar risk eləmədi. O zaman bizə nə qalır? Sağollaşmaq. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.